Bəzən özümüzü yorğun, halsız və enerjisiz hiss edirik. Elə bil bədənimiz artıq əvvəlki kimi işləmir. Beynimiz də tez yorulur. Amma çox az adam bilir ki, bunun əsas səbəblərindən biri qanda yığılan zərərli maddələrdir. Bu gün sizə qanı təmizləyən və bədəni içərdən yeniləyən 7 təbii qidadan danışacağam. Bu qidalar bədəninizə elə bir dəyişiklik gətirəcək ki, özünüzü sanki yenidən doğulmuş kimi hiss edəcəksiniz. Videonu sona qədər izləyin, çünki bu qidaların bəzilərini hər gün yeyirik, amma təsirindən xəbərimiz belə yoxdur. Əgər bu cür faydalı məlumatların davamını görmək istəyirsinizsə, kanala abunə olun və videonu bəyənməyi unutmayın. Hazırsınızsa başlayaq. Bədənimizi təmizləyən və canlandıran o 7 möcüzəvi qidanı tanıyaq. Çuğundur, qanı təmizləyən təbii güc. Çuğundur bədənin daxili təmizliyini təmin edən ən təsirli qidalardan biridir. Onun tərkibindəki təbii maddələr qanı yeniləyir. Zərərli maddələrin bədəndən çıxmasına kömək edir və qaraciyərin fəaliyyətini gücləndirir. Məhz buna görə çuğundur çox vaxt qan təmizləyicisi kimi tanınır. Daimi şəkildə çuğundur qəbul etdikdə bədən daha çox enerji toplamağa başlayır. Dərinin rəngi canlanır və yorğunluq hissi azalır. O həm də qandakı oksigenin miqdarını artırır. Bu da orqanların daha sağlam işləməsinə şərait yaradır. Ən yaxşısı çuğunduru çiy halda salaqlarda ya da bişirildikdən sonra az miqdarda istifadə etməkdir. Səhər yeməyində biraz limon suyu ilə birlikdə qəbul edildikdə onun təmizləyici təsiri daha da artır. Çuğundur həm ucuz, həm asan tapılan, həm də bədən üçün güclü bir təmizləyici rolunu oynayır. Limon, bədəni içərdən təmizləyən möcüzə. Limon sadə görünsə də, orqanizmi təmizləmək və qanı yeniləmək üçün ən güclü təbii vasitələrdən biridir. Onun tərkibində çoxlu C vitamini və turşu balansını qoruyan maddələr var. Bu xüsusiyyətlər bədəndə yığılan zərərli maddələri neytrallaşdırır və qanı təmizləyir. Səhər ac qarnına bir stəkan ilıq suya bir neçə damcı limon suyu əlavə edib içmək bədəni yuxudan sonra oyanmağa və təmizlənməyə kömək edir. Limon həmçinin qaraciyərin fəaliyyətini dəstəkləyir. Toksinləri bədəndən daha asan uzaqlaşdırır. Limonun tərkibində olan təbii antioksidantlar qandakı oksigen səviyyəsini artırır, hüceyrələri qoruyur və immun sistemini gücləndirir. Daimi istifadə zamanı insan özünü daha yüngül, enerjili və aydın hiss edir. Sadəcə diqqət yetirmək lazımdır ki, limonu çox turş halda qəbul etməyəsən. Mədəsi həssas olan insanlar üçün az miqdarda və su ilə qarışdırılmış formada içmək daha faydalıdır. Kələm, bədənin təbii filtri. Kələm çoxlarının gündəlik süfrəsində olur, amma onun qanı təmizləməkdə bu qədər güclü olduğunu az adam bilir. Bu tərəvəz bədəni içərdən təmizləyir. Xüsusilə də qaraciyərin daha yaxşı işləməsinə kömək edir. Qaraciyər bədənin əsas filtrlərindən biridir və kələm onu aktivləşdirərək qandakı zərərli maddələrin çıxmasını sürətləndirir. Kələm həmçinin həzm sistemini tənzimləyir, bədəndə artıq duz və toksinlərin yığılmasının qarşısını alır. Qış aylarında immuniteti gücləndirməsi ilə yanaşı, qandakı turş balans nisbətində qoruyur. Bu, orqanizmin özünü təbii şəkildə yeniləməsinə imkan yaradır. Ən faydalı üsul, kələmi buxarda və ya az bişmiş formada yeməkdir. Çiy halda salaqlarda istifadə edildikdə isə bədəni təmizləyən təsiri daha güclü olur. Həm ucuz, həm də hər yerdə tapılan bu tərəvəz əsl detoks yeməyi hesab edilir. Şirin kartof, yəni batat, təkcə dadlı qida deyil, həm də qanı təmizləmək və bədəni içərdən yeniləmək üçün əsl xəzinədir. Onun tərkibində çoxlu lif, C vitamini və təbii şəkərlər var. Bu maddələr qandakı toksinlərin azaldılmasına, orqanizmin enerjisinin bərpasına və hüceyrələrin yenilənməsinə kömək edir. Batatın ən maraqlı xüsusiyyəti odur ki, o qandakı şəkəri kəskin artırmadan bədənə enerji verir. Bu səbəbdən həm diabeti olan insanlar, həm də ümumi sağlamlığını qorumaq istəyənlər üçün çox faydalıdır. Daimi istifadə zamanı batat qan dövranını yaxşılaşdırır, immuniteti gücləndirir və dərinin parlaq görünməsinə səbəb olur. Onu bişirərək sobada və ya buxarda hazırlamaq həm dadını, həm də faydasını qorumağa kömək edir. Sadə bir tərəvəz olmasına baxmayaraq, batat bədəni içərdən təmizləyir və gündəlik enerjini balansda saxlayır. Yer kökü, təmiz qan və güclü immunitetin sirri. Yer kökü bədən üçün ən faydalı tərəvəzlərdən biridir. Amma çox az adam bilir ki, o, qanı təmizləməkdə də mühüm rol oynayır. Onun tərkibində çoxlu A və C vitaminləri, həmçinin bədəni yeniləyən təbii maddələr var. Bu maddələr qandakı zərərli hissəcikləri azaldır və hüceyrələrin sağlam qalmasına kömək edir. Yer kökü həm də qaraciyərin fəaliyyətini dəstəkləyir. Bu da qanın təmizlənməsini sürətləndirir. Gündəlik rasionda çiy və ya az bişmiş halda istifadə edildikdə, bədəni toksinlərdən qoruyur və immun sistemini gücləndirir. Yer kökü şirəsi isə qanın oksigenlə daha yaxşı təmin olunmasına şərait yaradır. Bu da həm enerjini artırır, həm də dərinin rəngini daha sağlam göstərir.
Sadə bir tərəvəz olsa da, orqanizmi tərtəmiz saxlamaq üçün çox güclü təsirə malikdir. Daimi istifadə zamanı yer kökü bədəni yüngülləşdirir, enerjini artırır və orqanizmin özünü bərpa etmə gücünü yüksəldir. Qoz. Təmiz damarların və sağlam qanın açarı. Qoz həm beyin, həm də ürək sağlamlığı üçün tanınır. Amma çox az adam bilir ki, o qanı təmizləmək və damarları qorumaq üçün də möcüzəvi təsirə malikdir. Onun tərkibindəki faydalı yağlar və vitaminlər qandakı pis xolesterolu azaldır, damar divarlarını möhkəmləndirir və qan dövranını yaxşılaşdırır. Qoz mütəmadi istifadə edildikdə qanın axıcılığı artır, bədəndə iltihab azalır və ürək-damar sistemi balansda qalır. Bundan əlavə qozda olan təbii maddələr orqanizmin enerji səviyyəsini sabit saxlayır və bədəni yorğunluqdan qoruyur. Səhər yeməklərinə 2-3 ədəd qoz əlavə etmək həm qanı təmizləməyə, həm də gün ərzində daha enerjili olmağa kömək edir. Qovrulmamış və duzsuz qoz daha faydalıdır, çünki bütün təbii maddələrini qoruyur. Sadə, amma çox təsirli bir qidadır. Bədəni içərdən təmizləyir, damarları gücləndirir və qan dövranını tarazlaşdırır. Üzüm. Qanı canlandıran təbii güc. Üzüm çoxlarının sevdiyi meyvədir, amma onun qanı təmizləmək və bədəni yeniləmək gücü çox az adam tərəfindən bilinir. Xüsusən tünd rəngli üzüm orqanizmi daxildən qoruyur, qan dövranını sürətləndirir və damarları möhkəmləndirir. Onun tərkibindəki təbii maddələr qandakı toksinləri azaldır və hüceyrələrin yenilənməsini təmin edir. Üzüm həmçinin bədəni antioksidantlarla təmin edir. Bu, qanın daha təmiz, orqanizmin isə daha enerjili qalmasına kömək edir. Daimi istifadə zamanı bədəndəki iltihab azalır, təzyiq normallaşır və dərinin rəngi daha sağlam görünür. Gündə bir ovuc təzə üzüm yemək və ya təbii üzüm suyu içmək orqanizmi zərərli maddələrdən qoruyur. Əsas odur ki, onu təbii halda, şəkərsiz və qatqısız formada qəbul edəsən. Gördüyün kimi, bəzən ən sadə və hər gün gördüyümüz qidalar bədənimiz üçün möcüzə yarada bilir. Bu 7 təbii qida qanı təmizləyir, enerjini bərpa edir və bədəni içərdən yeniləyir. Bəzi təsirlər dərhal hiss olunmasa da, onları gündəlik qidalanmana əlavə etdikcə özünü daha yüngül, enerjili və sakit hiss edəcəksən. Unutma, bədənini dəyişmək üçün bahalı dərmanlara yox, təbiətin bizə verdiyi sadə nemətlərə ehtiyac var. Əgər bu videodan faydalandınsa, kanala abunə ol, videonu bəyən və bu cür faydalı məlumatların davamı üçün bizi izləməyə davam et. İndi isə səndən soruşmaq istəyirəm. Bu qidalardan hansını sən daha çox istifadə edirsən və nəticəsini hiss etmisənmi? Cavabını rəyə yaz. Bəlkə də sənin təcrübən kiminsə sağlam həyatına ilham verəcək.